Nə qədər qəbzli insanlar narahat edir. Hamdolsun Allah bu gündə gəlmişdilər yenə. Bax, gəlir, yəni, mümkün deyil. Qəbzli olan yerdə köp var. Qəbzli olan yerdə əsəb var. Narahatçılıq var. Qalxır, köp diafragmanı sıxır, ürək döyüntüləri artır. Hətta bəzən aritmiyanın əmələ gəlməsinə, tezləşməsinə səbəb olur. Köp var, həzm pozulub, qaz var. Bəzi adamlar deyir, doktor, utanıram valla, mən cəmiyyətə çıxmağa utanıram. O qədər qaz var mənim qarnımda. Yəni, bunlar hamısı, bu utandırıcı əlamətlər, həm də bunlar şikayətdirlər. Nə etmək lazımdır? Qəbzliyi aradan qaldırmaq üçün mütləq səbəbi tapılmalıdır. Alimlər deyir onu ki, qəbzlikdə hər keçən gün xərçəngə doğru bir addımdır. Bu elə belə deyil. Çünki sən o zəhər toksin bədənindən, bağırsağından, qanına, limfana sorulur. O sənin qaraciyərin işini pozur, o sənin böbrəklərin işini pozur, sinir sistemini pozur, mərkəzi sinir sistemini pozur. Beyin toxumasını zəhərləyir. Ona görə də mütləq mənada ona ciddi yanaşmanızı xahiş edirəm. Və bəs nə etməli? Orada da yenə qəbzliyi aradan qaldırmaq üçün də eyni məsləhətlərdir. Yeriş, hərəkət. Məsələn, oturan adamlarda daha çox olur qəbzlik. Çəkisi çox ağır, artıq çəkili adamlarda qəbzlik daha çox olur. Nəinki hərəkət edən adamlar. Nəinki normal çəkidə olan adamlar. Çünki ağır çəkili olsa hərəkət eləyə bilmir, biraz da artırır. Ondan başqa, doktor, mən yanmıram, ona görə su içmirəm. Su içən adamlarda xeyli az olur qəbzlik. Nəinki su içməyən adamlarda. Adamlar var, deyir, doktor, mən yanmıram, deyir, su içmirəm. Adam da var, deyir, doktor, normal su içəndə mən normal bayıra çıxıram. Mütləq normal su içmək lazımdır. Bir də qidalar. Sərt qidalardan uzaq olmaq lazımdır. Qidalarını qatmamaq lazımdır. Mono qida qəbul etmək lazımdır, tək qida. Yeməyi qatdın bir-birinə, həzm pozulur və yediyin, xüsusilə də ət xörəkləri bağırsaq daşının yaranmasına səbəb olur və qəbzliyə səbəb ola bilir. Bu baxımdan da dediyim kimi mütləq hər zaman meyvə, göyərti, meyvələrdən də nar və armud qəbzliyə gətirib çıxarır. Alma, yer kökü, ərik qurusu, əncir qurusu, bunlar hamısı, cavalı qurusu və yaxud da özü, bunlar hamısı bağırsağı yumşaldır və qəbzliyin qarşısını almağa təbii ki, kömək edir.